Ümumgürcüstanın Katolikos Patriarxı II. İlyanın vəfatı ilə əlaqədar Marneuli ilə Qardabani bələdiyyələrində Novruz və Ramazan bayramları ilə bağlı planlaşdırılan tədbirlər ləğv edildi. Bu barədə Marneuli bələdiyyəsinin meri Daur İsmailov açıqlama verdi. Onun sözlərinə görə müxtəlif dinlərin nümayəndələri illərdir Marneulidə mehribanlıqla yaşayırlar. Tədbirlərin ləğvi isə əhali ilə bələdiyyənin birgə qərarıdır. Xatırlatmaq istərdik ki, martın 21-i Marneulidə bayram konserti planlaşdırılırdı. Ramazan bayramı da məhz bu günlərə təsadüf edir. Bütün Gürcüstanın patriarxı II. İlyanın vəfatı ilə bağlı dərin hüznümü bildirirəm. Sözsüz ki, onun bizim ölkəmiz üçün verdiyi töhfələr əvəz olunmazdır. Marneuli munisipaliteti bildiyimiz kimi multietnik bir munisipalitetdir. Burada əsrlərdir başqa-başqa dinin mənsubları dostca, mehribanca əsrlərdir yaşayırlar. Qeyd etmək istəyirəm ki, yaxın günlərdə Novruz bayramı və Ramazan ayı münasibəti ilə bir sıra tədbirlər planlaşdırılmışdır. Bugün bütün Gürcüstan matəmdədir və hamı yas keçirir. Buna görə də Marneuli meriyası, Marneulilərin fikrini də nəzərə alaraq bu tədbirləri istər Novruz bayramı olsun, istər Ramazan ayı tədbirləri olsun, bunları təxirə salmışdır.